Allah sevgilisi olmaq yolu açıq. Allah and olsun açıq. Özü deyirəm, mən Allah mənə aşiq ola bilər, and olsun öz adına ki ola bilər. Onsuz da aşiqdir, amma bəndəliklə o eşqi daha da artırırsan. Allahın sevimlisi olmaq bir söz nə deməkdir? Əzabın sənlə işi yoxdur. Cəhənnəmin cürəti nədir sənə yaxınlarsın? Allah deyər, çəkin kənara. O mənim dostumdur, mənim sevdiyimdir. Sən cəhənnəm hara, o hara. Cəhənnəmin icazəsi yoxdur, ona səsin deyir, eşitməzlər Quran deyir. La yəsməunə həsisəha. Eşitmə, icazə vermərəm, cəhənnəmin uğultusu deyərəm ki, sakit ol, bəndəm keçir buradan. Sevdiyim insan keçir. Deyir, cənnət aşiq olur, cənnət arzulayır ki, bəzi adamlar qədəmini mənim üzərimə qoysun. Cənnət şuurludur, canlıdır. Bəndəlik budur ki, cənnət deyir, özü gələr sənə tərəf.